Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən Purple Karaoke Live Bar gecə klubunun qarşısında qətl törədilib. Müştərilər arasında baş verən mübahisə qanla bitib. Yanvarın 1-i gecə 2 radələrində 36 yaşlı şəxs Hüseyn Məcidovla 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında Hüseyn Məcidov Emil Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanaya aparılarkən yolda ölüb. News 24 azı məlumatına görə Emil Rəcəbli sözgedən klubun administratoru olub. Hadisəni törətməkdən şübhəli bilinən Hüseyn Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.